Allah bizi qiyamət günü hesaba çəkəndə, sorğu-suala çəkəndə elə şəkildə sorğu-sual eləyəcək ki, sadə dillə desək, qaçan yerimiz olmayacaq. Allah bizi elə bir şəkildə sorğu-sual eləyəcək ki, bəzi məqamlarda başımız aşağı olacaq. Dünyada hazırladığımız cavablar bizə kömək eləməyəcək. Məsələn, bizdən soruşacaq ki, niyə filan işi gördün, filan işi görmədin? Niyə filan işi elədin, filan işi eləmədin? Bizim cavabımız bu ola bilər ki, mən bacarmadım. Nəfsim mənə qalib gəldi, şeytan mənə güc gəldi.